Daxili İşlər Nazirliyinin məlumatına görə son 24 saat ərzində Tbilisidə və regionlarda ümumilikdə 47 nəfər narkotik cinayətlərə görə saxlanılıbdır. Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Onların əksəriyyətinə narkotik vasitələrin satışında, digərlərinə isə xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz alınması, saxlanılması, satışı və bu işə yardım etmək ittihamı irəli sürülübdür. Bu cinayətlər üçün 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin məlumatına əsasən toplanılmış sübutlar və gizli audio yazılar göstərir ki, saxlanılan şəxslər narkotik maddələri müxtəlif üsullarla vətəndaşlara sistemli şəkildə satırdılar. Polis əməliyyatları zamanı xüsusilə böyük miqdarda narkotik vasitə, heroin, metadon, alfa-PPP, suboksin, Subutex, metamfetamin, haşiş, optium, marixuana və kannabis bitkisi götürülübdür. Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi üzrə davam etdirilir. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə Axalkalaki bələdiyyəsinin Bilitski inzibati vahidliyində Merin nümayəndəsi OQ saxlanılıbdır. İstintaqın versiyasına əsasən OQ kənd təsərrüfatı məhsullarının mənşəyinə dair 3 saxta arayış tərtib edib və bir sahibkardan rüşvət tələb edərək 2025-ci il oktyabrın 15-də ondan 6000 lari alıb. Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, saxlanılan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı məhsuluna dair saxta sənəd təqdim etməsi müqabilində rüşvət alıbdır. İstintaq müəyyən edib ki, OQ-nun hazırladığı araçlarda güya onun inzibati vahidliyində yaşayan yerli sakinlərin cəmi 75 ton kartofu müəyyən bir sahibkara satdığı göstərilibdir. Bu arayışlar məhsul həm Gürcüstan ərazisində, həm də ixrac üçün daha yüksək qiymətə satılmasına şərait yaradırdı. TTX bildirir ki, gizli istintaq tədbirləri nəticəsində cinayət əməlinin törədilməsini əks etdirən audio və video sübutlar əldə olunubdur. Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi üzrə aparılır. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Macarıstan Polis Departamentinin əməkdaşları Interpolun qırmızı axtarış siyahısı ilə axtarılan Türkiyə vətəndaşını saxlayıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə saxlanılan şəxs Türkiyədə narkotik və psixotrop maddələrin qanunsuz istehsalı və satışı ittihamı ilə beynəlxalq axtarışda olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində Şəqi Batumidə yaxalanıbdır. Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Baş Prokurorluqla birlikdə virtual aktivlərin qeyri-qanuni əməliyyatlarında iştirak edən Rusiya Federasiyasının 5 vətəndaşını həbs edib. Şirkət Mərkəzi Bankın icazəsi olmadan kuryer xidməti də daxil olmaqla virtual aktiv əməliyyatları aparıb və 100 milyonlarla ekvivalentində ödəmələr həyata keçirib. Rusiya vətəndaşları ehtimal ki, sərhəd nəzarətini keçərək, böyük miqdarda xarici valyuta gətirərək virtual aktivlər alıblar və bu vəsaiti qanuni gəlir kimi təqdim ediblər. Tbilisidə keçirilən əməliyyatlarda şirkətin ofisindən 371 min Amerika Birləşmiş Dolları, sənədlər və kompüter texnikası götürülüb. Həmçinin fərdi şəxslərdən 350 min Amerika Birləşmiş Dolları aşkar edilibdir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192 və 194-cü maddələri üzrə aparılır və 9-12 il həbs cəzası nəzərdə tutulur.